Paytaxtın Suraxanı rayonu Qaraçuxur qəsəbəsində manyak peyda olub. Onun məktəblilərin birinin ətrafında qızlara yaxınlaşaraq qeyri-etik hərəkətlər etdiyi iddia olunur. Hətta məktəbə də daxil olmağı bacarıb. Təbii ki, bu hal valideynləri ciddi narahat edir. Artıq məsələyə polis də qarışıb. Təfərrüatlar sıradakı sujetdə. Suraxanı rayonu Qaraçuxur qəsəbəsində iddia olunur ki, olduğumuz bu ərazidə 104 nömrəli tam orta məktəbinin ətrafında bir neçə müddətdir ki, ruhi xəstə peyda olub və o məktəbli qızlara yaxınlaşaraq onlara qarşı nalayiq hərəkətlər edir. Yaxşı, bəs bu iddialar nə dərəcədə doğrudur? Reportaj boyu bu kimi suallara aydınlıq gətirməyə çalışacağıq. Bu hadisəyə valideynlər də şahidlik eləyib, şagirdlər də. Belə ki, artıq 4 gündür ki, təxminən 45-50 yaşlarında olan kişi özünü müharibə iştirakçısı kimi təqdim edərək məktəbə daxil olub. Məqsədi isə artıq bəllidir. Məktəbli qızlara qarşı qeyri-etik hərəkətlər və təkliflər etmək. Bu hadisə isə həm valideynləri, həm də şagirdləri olduqca narahat eləyir. Durmuşduq, başqa valideynlər də var idi. Yəni söhbət edir. Birdən uşaqların çıxan vaxtı idi, fikrimiz çöndü. Kişi təlaşlı vəziyyətdə kutka qabağında çıxdı çölə. Bir an belə qaçan fason. Anlıq kurtkası sürüşdü, çılpaq vəziyyətdə idi. Kameralar işləyirsə məktəbdə, orada o kişinin düşməməyi mümkün deyil. Çünki məktəbin içindən çıxdı o adam. O qızın dalınca girib məktəbə. Sonra başqa qızları koridorda görüb, o qızı tapa bilməyib, uşaq gizlənib, başqa qızlara əxlaqsız təklif edib. Gimnaziya ətrafında bir qızın arxasınca düşüb, 14 yaşlı qızın və o 104-də hazırlığa girirmiş. Onun dalınca məktəbə girmək üçün qapıçıya deyib ki, mən qaziyəm və mənə kömək lazımdır. Girim direktordan kömək istəyim və beləliklə girib içəri, icazə veriblər. Həmin qızı axtarıb tapa bilməyib, ondan başqa 5-ci sinifdə oxuyan bir qıza yaxınlaşıb və ona əxlaqsız təkliflərini edib. Qıza əxlaqsız hərəkət edib, təklif sürüb, uşaq qaçıb 104-də orada sığınıb. Bu hadisə hardasa 5-ci günlə olub. Qızım da məktəbə gəlir, adam nə qədər olur, narahatdır. Biz də məsələyə aydınlıq gətirmək üçün məktəb rəhbərliyi ilə görüşmək istəsək də cəhdimiz uğursuz alındı. Məsələ Daxili İşlər Nazirliyinin də diqqətindədir. Qurumdan ATV xəbərə bildirildi ki, sözü gedən məsələ ilə bağlı hazırda araşdırma aparılır. İctimaiyyətə ətraflı məlumat veriləcək. Məsələni diqqətlə saxlayacağıq. Məhəmməd Hacızadə, Farid Cəlloğlu, ATV xəbər. Yeri gəlmişkən, Daxili İşlər Nazirliyinin mətbuat xidməti artıq məsələ ilə bağlı məlumat yayıb. Bildirilir ki, sosial şəbəkələrdə paylaşılan məktəb ətrafında bir nəfərin neqativ hərəkətləri ilə bağlı ajiyataj daşıyan məlumatlar artıq araşdırılıb. Həmin şəxs müəyyən olunaraq polis orqanına dəvət edilib. Araşdırmalarla xüsusi narahat edici halın baş vermədiyi müəyyənləşib. Hər iki tərəf verdiyi izahatda bunun anlaşılmazlıq olduğunu bildirib.